Novxanı qəsəbəsində həyat üçün şans reabilitasiya mərkəzinə müalicə üçün gətirilən və bir gün sonra orada dünyasını dəyişən Pərviz Həsənovun ölümü ilə bağlı daha bir məhkəmə prosesi başa çatıb. Məlumata görə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə mərkəzin direktoru Elgiz Alxanova hökm oxunub. Hökmə əsasən Elgiz Alxanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O adam oğurluğunda, vəzifə səlahiyyətlərini aşmada, cinayətin təşkilində və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmədə ittiham olunub. Hadisəyə görə təqsirləndirilən daha 3 nəfərə isə şərti cəza verilib. Qeyd edək ki, hadisə ötən il baş verib. Pərviz Zərdanoğlu Həsənovun yaxınları onun həyat üçün şansda müalicə olunması üçün Elgiz Alxanovla əlaqə saxlayıblar. Elgiz Alxanovun tapşırığı ilə Pərviz Həsənov reabilitasiya mərkəzinə qanunsuz olaraq zorla qolu qandallı şəkildə gətirilib. Pərviz orada qalmaq istəmədiyini bildirdikdə sonra getmək qərarına gəlib. Bu zaman ona mane olublar. Halı pisləşən Pərviz Həsənovun orada ürəyi dayanıb və keçinib.